Yoldaşlar, artıq ikinci hissəyə keçid alırıq və bu hissədə, ümumiyyətlə, giriş etməmişdən əvvəl mən sizə onu qeyd eləyim ki, Power BI hər hansısa bir sizin, əldə etdiyiniz, xam məlumat da ola bilər. Xam məlumatı burada da dəyişə bilərsiniz müəyyən şeyləri, və yaxud da hər hansısa bir, tam hazır olan bir datanı vizual olaraq daha rahat bir şəkildə əks etdirməyiniz üçün istifadə olunan bir proqramdır. Kimlər tərəfindən istifadə olunur ümumiyyətlə desəz, misal üçün, data analitiklər tərəfindən, biznes analitiklər tərəfindən, HR, satış, marketinq komandaları tərəfindən istifadə oluna bilər, BI developerlar tərəfindən istifadə olunur, BI mütəxəssisləri tərəfindən, və həmçinin, bunun, servis hissəsi, yəni bizim paylaşacağımız dashboardun hazır variantı rəhbərlik tərəfindən, baxılır və rəhbərlik ümumiyyətlə dashboarda baxdığı zaman, ilk öncə birinci qızıl qayda odur ki, sizin dashboardunuz çox oxunaqlı, aydın bir şəkildə olmalıdır. Yəni buna, 10-cu sinif, şagirdi belə baxsa, yəni hər hansısa bir universitet biliyi olmayan, belə deyək, baxan birisi, aydın olmalıdır ki, bu dashboardda siz nəyi demək istəyirsiniz, nəyi anlatmaq istəyirsiniz. Çox sadə dildə, siz bu dashboardu hazırlamalısınız, və, artıq keçid alaq, datanı bura necə yükləyəcəyimizə. Məndəki məlumatlar Excel formasındadır, amma, SQL serverə də siz qoşularaq bura məlumat yükləyə bilərsiniz. Gəlin birinci onu göstərim, amma hər hansısa bir SQL serverə qoşulmayacağam. Burada siz serverin nömrəsini, qeyd eləməklə, bu serverə qoşula bilərsiniz. O nömrə sizdə zaten olacaq, əgər, şirkət tərəfindən verilərsə və burada, məsələn, hər hansısa bir statement yaza bilərsiniz. SQL dərslərimizdən xatırlayırsınızsa, bizim HR employees deyə bir table'ımız var idi. Tutaq ki, mən table'ın bütün məlumatlarını bura gətirmək istəyirəmsə, bu formada statement yazıb, databazaya qoşulub, serverə qoşulub, mən çox rahatlıqla bu məlumatları, bura gətirə bilərəm ki, təcrübəmdə istifadə etmişəm, çox rahat şəkildə, istifadə olunur. İndi isə biz, Excel üzərindən, hər hansısa bir, CSV faylından, bura məlumatları çəkəcəyik. Gördüyünüz kimi bizdə, belə deyək, məndəki məlumatlar CSV olduğuna görə ilk baxışda bunu açanda bu genişlənmələr burada olmadığına görə heç bir item burada görsənmədi. Amma mən, all files deyib, bu hissədə, çox rahatlıqla fayllarımı görə bilərəm və mənim, 4 CSV faylım var, və indi istifadə edəcəyim, yükləyəcəyim fayl birinci növbədə satış faylıdır, və mən burada open hissəsinə keçid alsam, deməli bizdə belə bir ekran, görsənir, əks olunur. Bu ekranda bizə nəyi demək istəyir ümumiyyətlə? Deməli, bu, belə deyək, CSV fayl olduğuna görə bunun delimiteru, yəni ayıran bir şey vergüldür. Çox normaldır belə olması, və burada siz, görürsünüz ki, burada, data tipləri var, belə deyək, hər bir ölkəyə məxsus olan, məsələn, məndə, ilk olaraq seçilən, Qərbi Avropa oldu. Yəni, faylın özünün originalını burdan oxuyur. Xüsusilə sizə lazım deyil. Deməli, burada data tipini, detect etmək üçün, belə deyək, default formada ilk, 200 sətri götürür. Mən bütün data tiplərini, detect etməyini istəsəm, based on entire datasetə, əsaslanan, klik edəcəm. Yəni bu hamısını, bu datasetə uyğun götürəcək. Mənim datasetimdə əslində 50 dənə məlumat olduğu üçün, yəni bu dərs, ümumiyyətlə Power BI-nin necə işlədiyini izah etmək üçün olduğu üçün hər hansısa bir böyük datadan təbii ki, söhbət getmir, və biz,
Burada görürük ki, bizdə 3 dənə hissə var. Cancel edib bağlaya da bilərik, heç bir məlumat yükləməyə də bilərik. Amma bizdə load hissəsi var və transform data hissəsi var. Gəlin birinci loaddan danışaq, sonra digər faylları yükləyəndə transform data edəcəm. Adi formada mən əgər dashboardu, daha doğrusu datanı load etsəm, mən görərəm ki, artıq datam bura import olmağa başlayır və artıq yükləndi. Əgər datanız böyükdürsə, biraz zaman ala bilər bu datanın bura yüklənməyi. Gördüyünüz kimi, yoldaşlar, mənim çox rahat bir şəkildə artıq cədvəlim bura yüklənib və mən bu düyməni vurduqda görərəm ki, mənim hansı sütunlarım var, adları nədən ibarətdir və s. İndi isə gəlin digər datamızı yükləyək. Yenidən eyni formada all files edirəm və bu zaman indi isə müştəri datasını yükləmək istəyirəm və artıq deməli, məsələn, mən burada yenidən entire set eləsəm, hər biri görsənəcək və artıq burada heç bir nida işarəsi görsənmədi, gördüyünüz kimi, bayaqki kimi. Çünki artıq bütün dataseti biz bura götürmüşük. Deməli, bu səfər transform data edirəm və gördüyünüz kimi məni Power Query səhifəsinə atdı. Power Query Excel-in özündə içində var. Siz hər hansısa bir dəyişiklik etmək istəyirsinizsə sütunlarda, hər hansısa bir ümumiyyətlə də hər hansısa bir dəyişiklik etmək üçün siz bunu rahatlıqla istifadə edə bilərsiniz. Mən heç bir şey etmədən elə bu formada close and apply edib bu formada mən cədvəlimi save edəcəm. Close and apply. Əgər dəyişiklik etmişəmsə də, bu dəyişikliklər apply etdiyim üçün bura yansıyacaqdır. Mən gördüyünüz kimi Customers Sales cədvəlimdə sütunlar çox rahat bir şəkildə əks olundu, amma Customersda hər hansı bir sütun adı qeyd olunmayıb. Növbəti dəfə bu adları necə düzəldə bilərik, buna baxacağıq. Çünki biz birbaşa datanı load etmədik, transform hissəsinə getdik. Yəni özüm hər hansısa bir şey dəyişmək istəyirəm. Amma heç bir şey dəyişmədiyim üçün, birbaşa close and apply etdiyim üçün məndə bu formada artıq məlumatlar gəlməyə başladı. Deməli, indi isə edəcəyim şey nədir? Digər məlumatları bir-bir mən bura artıq yükləməliyəm. Gördüyünüz kimi home hissəsində Excel workbook bu hissəyə giriş alıram və yenidən digər məlumatları da artıq bura birbaşa load üsulu ilə yükləyəcəm. Products cədvəlimi yükləyirəm bu formada və Excel-də yenidən daxil olub kalendar cədvəlimi də yükləyəcəm. Okay, gördüyünüz kimi mənim artıq 4 cədvəlim də yükləndi. Amma Products cədvəlimə baxsaq, görərik ki, sütun adları qeyd olunub və müştəri cədvəlimə baxsaq, heç bir sütun adı yoxdur, çünki transform etmişik. Kalendarda isə burada da yenidən sütun adları qeyd olunub load etdiyimizə görə. Load birbaşa, yəni datanı oxuyur və avtomatik formada yükləyir və bu zaman yəni sütun adlarını da header kimi götürür. Amma Customers cədvəlində transform etdiyimiz üçün götürmədi və növbəti videoda buna necə düzəldə bilərik? Ümumiyyətlə Power Query üçün burada Power Query bizdə bayaq açılan hissə Power Query idi və bu danışa bilmədim. Bu Power Query-nin içinə necə daxil olmaq olur? Bunu sizə göstərəcəm. Bizim hansı cədvəlimiz idi? Aha, bu cədvəlimiz idi. Gördüyünüz kimi, baxın, sütunlarımız bu formadadır və hər hansısa bir sütun adı qeyd olunmayıb. Bu formada biz sağ düyməni klik edirik və Edit Query dedikdə avtomatik olaraq Power Query-nin içinə biz daxil ola bilərik. Hələlik bu qədər idi. Növbəti videoda görüşənədək.